Salam əziz dostlar, xoş gördük sizləri. Bugün sizə demək OTK-nın keçirdiyi sınaq imtahanının suallarını izah edəcəm. Bugünkü tarix 7 dekabr 2025-ci ildir. Başlayaq birinci sualdan. Birinci sualımız belədir. Relyef vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyənləşdirin. Relyef vahidləri hansılardır? Demək, Orinoco balığı, La Plato balığı, Orta Sibir yaylası, Anadolu yaylası. Baxaq. Birinci sualımız belədir. Demək, Orinoco balığına aid əlamət cənub və qərbi. Demək, subekvatorial iqlim qurşağında yerləşir. Orinocoya aid əlamət ikincidir. Sonra La Plato balığına aid əlamət cənub və qərb yarımkürəsində yerləşir. Həqiqətən Cənubi Amerika ərazisində cənub tərəfdədir. Cənub-qərb yarımkürəsində yerləşir. Birinci ona uyğundur. Mülayim iqlim qurşağının kontinental tipində Orta Sibir yaylası yerləşir. 3 uyğundur. Demək, geosinkron ərazidə yerləşir. Anadolu yaylası təbii ki, Türkiyə. Demək 2-1-3-4 olacaq. 2-1-3-4 cavab D variantıdır. Demək, keçək ikinci suala. İkinci sualımız belədir. Demək, ikinci sualımız. Burada xəritə sxemində qeyd edilmiş ölkələrin hər ikisi formalaşmış iqlim tipi. Bilirsiniz ki, bu Fransa və Almaniyadır. Almaniya əsasən mülayim dəniz və mülayim kontinentalda yerləşir. Eyni zamanda Fransada elədir. Mülayim dəniz, mülayim kontinental və Aralıq dənizidir. Demək, oxşar cəhətləri mülayim dəniz və mülayim kontinental iqlim tipi olmasıdır. D variantıdır. Keçək növbəti suala. 33-cü sual. Kars relyef formasının daha geniş yayıldığı demək ki, yarımada hansıdır? Bu Balkan yarımadasıdır. Demək, ən yaşıl suxurların üstünlüyü təşkil etməsi ilə əlaqədardır. 9-cu sinifin dərsliyində də bu sualın cavabı öz əksini tapıb. 34-cü sual. Demək, xəritə sxemində işarələnmiş ərazilər üçün ümumi əlamət. İşarələnmiş ərazilər gördüyünüz kimi bu ərazilərdir. Hamısı demək cənub yarımkürəsində yerləşən materiklərin cənub-şərq hissəsidir. Hər üçü isti okean cəryanı təsirinə məruz qalır. Burada Braziliya, burada demək ki, Mozambik və davamı İynəburnu, burada da Şərqi Avstraliya isti cəryanı. Buna görə cavabımız C variantı olmuş olur. Digər variantlar təbii ki, yanlışdır. Keçək növbəti sualımıza. 35. Ərazisində mümkün buxarlanmanın kəmiyyətinin 1800 mm bərabər olduğu demək, ərazidə rütubətlənmə misalı 1,5-dir. Düstur belə idi. Rütubətlənmə misalı bərabərdir. Yağıntı bölünsün buxarlanma. Burada gördüyünüz kimi yağıntı 1800-dür. Buxarlanma isə 1,5-dir daha doğrusu. Hansı ədədi 1800-ə bölsə 1,5 edər. Bu da demək 2700 mm-dir. Gördüyünüz kimi 1,8-dən 1,5 dəfə çoxdur. Məhz o ədədi bölsək, cavabımız 1,5-ə bərabər olmuş olacaq. Yay gün dönümü günündə gündüzün uzunluğu daha çox olan məntəqələr həmişə bu şimal yarımkürəsində şimal qütbünə daha yaxın məntəqələr seçəcəyik ki, şimal qütbünə yaxınlaşdıqda yay gün dönümündə gündüzün uzunluğu kəskin artır və qütb dairəsindən şimalda daimi gündüzlər müşahidə olunur. Keçək 37-ci sualımıza. 37-ci sualımız belədir. Demək, Qaradəniz sahillərində yerləşən dağlar, Qaradəniz sahillərində Qafqazda elə oradan başlayır Taman yarımadasından. Sonra Pont dağları da Türkiyənin şimalında elə Qaradəniz dağları adlanır. Bir də Krım yarımadası Qaradəniz sahillərində yerləşir. Demək, cavabımız 1-4-6 olacaq. O da Y variantında öz əksini tapıb keçək növbəti suala. Yanlış fikri müəyyən edin. Demək, Orta Sibir yaylası şərqində Verxiyons doğru fikirdir. Bunu seçmirik. Cənub-Qərbi Asiyada eol relyef formaları düzdür. Yayla səhralar var ona görə. Himalay dağlarının şimalında Tibet yerləşir. Bu da doğrudur. Seçmirik. Pamir dağlarının ən hündür zirvəsi Nepalın ərazisindədir. Yanlışdır. Çin ərazisində Konqur zirvəsidir. Demək, ona görə bu Himalayın ən yüksək zirvəsi Nepalın sərhəddində idi. Burada yanlış ifadə məhz o idi. Sonra yağıntıların orta illik miqdarı 600 min mm olan məntəqələr. Burada demək birinci məntəqə daha quraqdır. Digər məntəqələrdə yağıntıların miqdarı nisbətən daha azdır. D variantı isə yağıntıların miqdarı 1000-dən yuxarıdır. O səbəbdən biz nisbətən dağlıq ərazilərə çox yağıntı düşür. Sadəcə Qəbələ, Lənkəran, Zaqatala daha rütubətlidir, düzənlik olsa da. Ona görə bizim cavabımız olacaq B variantı, yəni yağıntıların miqdarı 600 min arasında olan bölgələr. Keçək növbəti sualımıza. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi şimal hissəsində daha geniş quru sahəsinin olması idi. Çünki okeanlardan mərkəzi hissələr daha uzaqdadır. Bu səbəbdən, yəni və quru üzərində formalaşan hava kütlələrinin təsiri altında yaranır ərazinin iqlim şəraiti. O səbəbdən şimal hissəsi daha quraqdır cənuba nisbətən. Sonra
Keçək növbəti sualımız 41-ci sualı. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyətləri. Bunlar hər ikisi quraq ərazidir. Çünki o böyük Hövzə dağlar arasında yerləşir. Avstraliyada bilirsiniz ki, dünyanın quraq materikidir. Bu ikisində də quraq iqlim şəraiti formalaşır. İsti okean cəryanı təsiri səhvdir. Platforma üzərində yerləşir. Böyük Hövzə yanlışdır. Üzvü aləm kasıbdır. Bu doğrudur. Hər ikisində quraq iqlim üzvü aləmin kasıb olmasına səbəb olub. Belə 42-ci sual. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə etmək olar? Vizual təhlil metodu adətən iqtisadi və fiziki hadisələri müəyyənləşdirməkdir. Kəmiyyətləri müəyyənləşdirmək isə kartometrikdir. Profilin qurulması isə qrafik təsvirdir. Burada iqlim haqqında məlumat, hadisə haqqında məlumat əldə etməkdir. Yəni hadisənin xüsusiyyətləri haqqında məlumat əldə etməkdir. Digərləri isə demək kəmiyyətə aiddir gördüyünüz kimi. Sonra digər sual. Demək, Eyler-Venn diaqramına uyğun gələn bənd aralıq boğaz vasitəsilə dünya okeanına birləşir. Deməli, 3-ə uyğun gələcək hər ikisi. Niyə? Biri Cəbəl Tariq boğazı vasitəsilə, bir də Bab-el-Məndəb boğazı vasitəsilə birləşirlər. 3-ə 1 uyğun gələn variant. 3-ə 1 uyğun gələn bir neçə variantımız da var. Demək, sonra 2-yə bax subtropik iqlim qurşağında yerləşir. Bu Aralıq dənizinə aiddir. Demək 2. Demək və şimal tropik xətti keçir. Şimal tropik xətti qırmızı dənizi keçir. Demək 3-ə 3 uyğun olacaq. Bu da bu variantda öz əksini tapıbdır. Demək burada da öz əksini tapıb həmçinin qeyd edək. Şimal geosinklinal ərazidə yerləşir. Bu hər ikisinə aiddir. Çünki biri litosfer tavalarının ayrılma devirini, digəri isə konvergens ərazisində yerləşir. 3-ə 1 4 uyğundur. 1 4-ün olduğu variant isə B variantıdır. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Demək, Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyənləşdirin. Hər ikisi ovalıqdır. İkisi də Cənubi Amerikada yerləşir. Demək, akkumulyativ mənşəlidir. Deməli, denudasiyon olmayacaq, getdi. Relyef 4-cü buzlaşma şimal materiklərində müşahidə olunub. Yəni, Şimali Amerika və Avrasiyada formalaşmasında çayların rolu böyükdür. Düzdür, ikisində La Platanın demək, Parana çayı əsasən formalaşdırıb Amazonda Amazon çayı. Hamar relyefi malik olan alluvial düzənlikdir, düzdür. Platformanın qalxan hissəsində də xeyr, qalxanlarda yaylalar adətən olur. Seysmik cəhətdən sabit ərazidə düzdür, 3, 4, 6 demək bizim cavabımızdır. Keçək növbəti suala. Demək, uyğunluğun pozulduğu sıranı müəyyənləşdirin. Vulkanik dağlar, vulkanik adalar soruşur. Təbii ki, Havay vulkanikdir. Demək, İslandiyada vulkanikdir. Deməli, vulkanik olmayan 4-dür. 4-ü seçəcəyi bir variantda, deməli, bu birlər səhvdir. 3, 4, 2, 4, 3-ə baxaq. 3 doğru verilib, deməli, 2, 4-dür. Burada gördüyünüz kimi bu materik mənşəlidir, amma mərcan mənşəli göstərilib. Yanlış ifadə olaraq, deməli, bu səbəbdən cavabımız bir də 2 olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Demək, dünyanın əsas daş kömür yataqlarının yerləşdiyi əraziləri müəyyənləşdirin. Daş kömür yataqları Mərkəzi Afrika misti əsasən, bu yanlış ifadədir. Apalaz dağlardır 2. Əsas, deməli, 2-nin olmadığı variantları o dəqiqə çıxırıq. Orta Sibir yaylasıdır. Doğrudur. Kömür 2-3 cavabımız. 2-3-ün olduğu variant isə demək A variantıdır. Bir də 5 və böyüklüyün üzərliyi. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Miqyası demək 1 bölünsün 300 min olan 300 mində 3 kilometrdir. Xəritədə 15 sm. 15 3-ü 15-ə vuranda 45-idir. Burada da gördüyünüz kimi 500 mindir. 5 0 atdı. Qaldı 5. 45-də 5-ə bölsək eləcək 9 cavabımız D variantı olmuş olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımız coğrafi uzunluğu 3-cü saat qurşağının orta meridianından 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. Bilirsiniz ki, səhər saat demək, dünya 1 saat 15 dərəcə dönür. 3-cü saat, demək, 3-cü saat 3-15-ə vursaq 45 edəcək. Demək, 45 dərəcə şərq uzunluğundan da 45 çıxsaq, cavabımız olacaq 0. 0-da da yerləşir London şəhəri. Demək, cavabımız Y variantı olmuş olacaq. Keçək növbəti suala. Demək, xəritə sxemində işarələnmiş ərazilərdə yayılmış iqlim tipi. Gördüyünüz kimi bu iqlim tipi Qusar Mahilə düzənliyində, Qanı-Xəyricərdə, Qusar Mahilə düzənliyində yayılıb. Bu mülayim isti iqlim tipidir. Qusar Mahilə düzənliyində bərabər rütubətlidir. Qanı-Xəyricərdə isə qışı quraq keçən mülayim isti iqlim hakimdir. Sonra keçək növbəti suala. Əlamətlərin aid olduğu okean cəryanını müəyyən edin.
Demək, Sakit Okeanda yerləşir. Asiyanın iqliminə təsir göstərir, yağıntı miqdarını artırır. Bu Krosiya cəryanıdır. Asiyanın şərq hissəsində yağıntıların miqdarının artmasına səbəb olan və Sakit Okeanda təbii ki, yerləşən. Sonra 51-ci sual. Xəritə sxeminə əsasən fiziki aşınmanın intensiv olduğu, fiziki aşınma isti və quraq ərazilərdə müşahidə olunur. Bu Avstraliya ərazisidir, Ərəbistandır. Bir də Şimali Afrikada 2-4-6-dır. Cavabımız 2-4-6-nın olduğu variant isə C variantında öz əksini tapıb. Demək, keçək növbəti sualımıza. Demək, burada qeyd olunur ki, demək, 30 temperatura malik olan 1 kub metr havanın nisbi rütubəti 65%dir. O zaman biz bilirik ki, 30 Cl temperaturda 1 kub metr havanın tam doyması üçün 30 qram su tələb olunur. Əgər 30 qram olsaydı havanın nisbi rütubətliyi 100% olacaqdı. Amma burada 65% var. Gördüyünüz kimi azdır. Demək, onu x-ilə ifadə etsək 100x bərabərdir. 65-i 30-a vurub 100-ə bölsək, demək 3 5-in 15, bir yadda 3 6-nın 18 tutar 19. 100-ə bölsək 19,5 edəcək. Təbii ki, 30-a vursaydıq, yəni 19-dan 100-ə bölsəydik, 19,5 alınacaq, x bərabərdir. 20 Cl-də 1 kub metr havanın tam doyması 17 qram lazımdır. 19,5-dən də 17-nin çıxanda cavab olacaq 2,5 qram və cavabımız C variantı olmuş olacaq. Keçək növbəti sualımıza. Bir okean dərinliyinə göndərilmiş səs siqnalı 7500 metr olan çökəkliyə exotdan göndərilən səs siqnalı neçə saniyədən sonra qəbul edilər. Gördüyünüz kimi, demək, gedib qayıtma var burada. 7500, 1 saniyə 1500 gedir. 1500 demək 7500 1500-ə bölsə gördüyünüz kimi 5 dəfə edəcək. Demək 5 saniyə gedəcək, 5 saniyə isə qayıdacaq. Ümumilikdə neçə saniyə olacaq? 10 saniyə. Cavabımız olacaq 10 saniyə qəbul edilər. Dəmir filiz yataqlarını müəyyən edin. Azərbaycan Dəmiroğludur, Amançaydır. Bir də Daşkəsən yataqdır. Yəni 2, 3 və 5-dir bizim cavablarımız. Keçək növbəti suala. Növbəti sualımız Koreya yarımadasına aid olan xüsusiyyətləri müəyyənləşdirir. Koreya yanlıqlarının çox hissəsi ilin soyuq dövründə yox, yayda düşür, mussondur. Çünki platforma sahilində yerləşir, düzdür. Sonra fəaliyyətdə olan vulkanlar yayılmışdır, yanlışdır. Təbii ki, platformada olmaz. Çin Koreya platforması üzərindədir. Şimal mülayim işıqlanma qurşağında yerləşir. Bu doğrudur. 23,5-dən böyük, 66,5-dən kiçik enlikdədir. Bizdə yeni enlikdədir, 40 dərəcə. Yapon dənizi və Siam körfəzləri ilə əhatə olunmuşdur. Bu da yanlışdır. Ərazisində demək musson iqlim tipi mövcuddur, doğrudur. Çünki o Sarı dəniz və Yapon dənizləri ilə əhatə olunmuşdur. Və bu da bizim cavabımız oldu. 2, 4 və 6-cı. Keçək növbəti hissəyə. 56-cı sual. Doğru fikirləri müəyyən edin. Norveç, Oxud, Yapon, Bering dənizləri üzv aləmdən zəngindir, doğrudur. Cənub-Şərqi Asiyada, şirinləşdirici Cənub-Qərbi Asiyadadır, Ərəbistanda. Namibiya sahillərindən almas hasil edilir, bu doğrudur. Şimal dənizi sahilləri zəngin daş kömürü, bu Şimal dənizi neftlə zəngindir. Hazırda Hind okeanı dəniz yük daşımasında birinci yer tutur, bu Atlantikdir təbii ki. Süveyş və Panama kanalları dəniz zənginliyində mühüm rol oynayır, bu da doğru. Fikirdə cavabımız olacaq 1, 3 və 6. 1-3-6 keçək növbəti hissəyə. 57-ci sual. Burada gördüyünüz kimi demək Naska havası və Ərəbistan verilib. Demək, burada 1-ə aid olan materik tipli yer qabına malikdir. 1-ə A. 2-yə həm materik, həm okean tipli. Burada bu xüsusiyyətə aid olan tava yoxdur. Okean tipli yer qabına malikdir. Bu Naska tavasıdır. C variantı. Cənub-qərb istiqamətində hərəkət edir. Heç birisi cənub-qərbdə hərəkət etmir. Şərqə meyillidirlər. Şimal-şərq. Demək, Sakit Okean odlu həlqəsinin formalaşmasında iştirak edir. Bu da demək Naska tavasını buna nümunə göstərə bilərik. Sonra keçək növbəti hissəyə. Deyirik ki, dövlət Bakı Abşeron yarımadasının palçıq vulkanları demək qrupu dövlət təbiət qoruğuna daxil olan Ottoman Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan son dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Vulkanın yerləşdiyi tektonik struktur ansiklon, burada antiklezdir, yəni qalxmadır. Yəni bu vulkan özü
Sisinkilinalda yerləşir. Antisinkilinalda yerləşir. Burada vulkanın yəni Böyük Qafqaz qalxmasındadır. Böyük Qafqaz qalxmasında yerləşir. Demək, vulkanın yarandığı demək süxurlar burada çökmə süxurlardır. Əsasən gil süxurlar üstünlük təşkil edir. Belə vulkan püskürüldükdən sonra səthə bərkimiş material çıxır. Ona brekçi deyilir. Brekçi. Vulkanın yamaclarında yaranmış relyef formalarının ümumi adı nədir? Təbii ki, bu yarğanlar belə deyək ki, morfoskulpturdur. Morfos bu morfoskulptur. Bunlar hamısı eksogen mənşəli olur. Belə. Sonra 60-cı, 59-cu sual. Mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı əraziləri müəyyən edin. Baxaq. Və bu tip bir neçə vulkanın adını yazın. Birinci, Azərbaycanda yayıldığı ərazilər hansı ərazilərdir? Təbii ki, Abşeron yarımadası. Sonra Xəzər dənizi. Və yaxud Bakı arxipelağı yaza bilərik. Sonra Qobustan, Şamaxı zonası, Cənub-Şərqi Şirvan ərazisi. Bəs bu tip bir neçə vulkanın adını yazın. Nümunə olaraq biz yaza bilərik. Lökbatan, Ayran-Tükən, Torağay. Demək, bunlara nümunə ola bilər. Demək, Babazının və s. yaza bilərik. Və salam. Bu da 59-cu sualın cavabı olmuş oldu. Keçək növbəti hissəyə. 60-cı sual. Mətndə verilmiş vulkan tipinə aid olan xüsusiyyətləri cədvələ yazın. Vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qazıntılar, neft, qaz. Əsasən, demək, vulkanların təsərrüfat əhəmiyyəti nədir? Əsasən, turizm məqsədi ilə müalicəvi istifadə edilmək turizm məqsədilə istifadə etmək olar ki, bu da sonuncu sualımız idi. Sağ olun dostlar, növbəti izahlarda görüşərik.